Bugünkü dərsimiz atomlu spirtlər. Yəni tərkibində 3 dənə OH qrupu olanlar. Atomlu spirtlərin formulu HCl+1 OH3. Yəni qiyməti 3-dən başlayır. Birinci nümayəndəsi nədir? Gliseril ya da propan triol. Təbii ki, bundan sonra triol çəkici əlavə olunur. Gliseril ya da propan triol. Nədir alınır? Yağlardan alınır. Yağların hidrozini. Tuş mühitdə hidrolizi. Yağı belə yazır. Bu yağdır. Radikallar eyni də ola bilər, fərqli də ola bilər. Bunun hidrolizi. Hidrolizlenen prosesdir. Ne alır deməli? Bu OH birləşir bura. Hidrogenlə birləşir bura. Yəni həm turşa alınır, həm də bunlara OH-lar birləşir, həm də nə alınır? Spirt alınır. Gliseril və ali karbon turşları. Belə. Ali karbon turşu karbon 12-dən karbon 18-ə kimi dəyişir. Məsələn, belə yazar. Bunun suyla reaksiyası Listereindir yəni. Deməli, nə alındı? Burada OH-lar birləşir. Burada hidrogenlər də burada birləşir. Yəni CH2OH, CHOH, CH2OH. Bir də C17H5, COOH. Stearin turşusu. İkinci yağların qələvlərlə reaksiyası. Yağlardan sabun alınması. Bizim Cəbiş müəllimin yağdan sabun alınmasıdır. Şurada. Deməli, belə yazır.
Natrium hidroksid olsun, kalium hidroksid olsun. Bu dönmeyen reaksiyadır. Gəlov reaksiyası dönmeyendir. Ne alır deməli? Bu birləşir OH, bu da natriumla birləşir. Burada OH-lar birləşir. Burada natriumla birləşir. Duz alınır. Yani CH2OH 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 gliserit ECOO natrium. Bu da duz alınır. Bu sabundur. Bərk sabundur. Bərk sabunda natrium olur. Maye sabunda kalium olur. Maye sabunda kalium olur. Mesela bu sterattır. Kalium hidroksitle yazın. Deməli burada da eynidir. Və OH-lar birləşir, kalium da birləşir. Belə. Bunlara OH-lar birləşir. Yəni gliserin C17H35 COO kalium. Bu da kalium. Kalium sterat. Kalium sterat tuzu. Bu ise maye sabunu olur. Yəni, deməli, alınmaları dedik və fiziki xassiyət. Gliserit şəffaf mayedir, suda yaxşı alınır, şirin dadı var, zəhərsizdir. Etilen glikolda fərqlərə bu zəhərsizdir, gliserit. Kimya xassiyəsi, məsələn, F-birləşmə reaksiyaları var. Baxa. Məsələn, qələm metallarla daxil olur. Yenə spirtlər qələm metallarla daxil olanda alkoqoliyyətlər alınır. Məsələn, belə yazır. 3 atomlu spirtin CH2 OH3. Deyir ki, natriumla reaksiyası. Hə. Deməli, nə alınır? Burada hidrogen əvəz olunur. Bir də 1,5 mol hidrogen ayrılır. Natrium alkoqoliyyət. Gliserin, natrium, kalium fərqi yoxdur. Belə. Kalium gliserat, natrium gliserat. Qələvlər də reaksiya daxil olur. Məsələn, çox atomlu spirtlər qələvlərlə daxil olur. Nə alınır deyirik? Hə. Deməli, burada nə alınır? Sen, H2 O, kalium, bir də su. Yenə alkoqoliyyət alınır, kalium.
Belə. Yaxşı. Biləcək. Burada CH5, o kalium 3, bir də su. Kalium gliserat. Birləşmə reaksiyaları. Spiritlər bilirsiniz ki, oksigenli turşular reaksiyasında mürəkkəb efir alınır. Gliserin, nitrat turşusu ilə tam efirləşməsinə, tam efirləşməsində, yəni tam 3 mol nitrat turşusu daxil olur. Deməli, buradan H, buradan nədir? OH. Trinitro gliseri. 1, 2, 3, trinitro gliseri. Bu mürəkkəb efiri. Bu mürəkkəb efirin nitro, ümumiyyətlə, bunlar partlayıcı maddələrdir. Minaların hazırlanmasına istifadə olunur. Ümumiyyətlə, tərkibində NO2 olan birləşmələr demək olar ki, partlayıcı maddələr. Bunun partlamasında nə alınır? Karbon qazı alınır, azot qazı alınır, oksigen qazı alınır, bir də su. Burada yəni, qaz çox alındığı üçün yüksək təzyiq alır. O da qəlpələri nədir? Ətrafa sıçrayır da, yəni o qədər güclü təzyiq olur. Ona görə partlayış verir. Bu cür alınır. Çox atomlu spiritlər nə ilə təyin olunur deyirik? Bəli. Mis 2 hidroksid təyin olunur. Nə rəng verir? Göy məhlul verir. Məsələn, gliserin üstə görə mis 2 hidroksid. Deməli, buradan H, buradan nə çıxacaq? OH çıxacaq. Yəni, belə. Bəli. Mis 2 gliserat göy məhlul. Aydındır mı?